Gün doğar ölkəmizin, gün doğar məqamlarında, gün doğar anlarında hər birinizi salamlayır. Sabahınız xeyir, gününüz aydın olsun deyirik sevgili tamaşaçılar. Bizim yolumuzu gözləyən, bizi əzizləyən, özəlləyən tamaşaçılarımız bugün də sazımızla, sözümüzlə sizlərin görüşünə gəldik. Günaydın sevgili vətən, günaydın Azərbaycan. Oyuncaqlarını evə dağıdan uşaq kimi dağıtmışam ömür köşəmə, iş vaxtımı. Bu tör-tökül arasında itən bir muncuq kimi tapa bilmirəm boş vaxtımı. Gərdişin, zamanın, devranın, dünyanın bu tör-tökül vaxtında muncuq kimi itirib, fəqət bu anlarda, bu məqamda tapdığınız o vaxtı bizlərə həsr etdiyinizə görə o boş vaxtınız xoş olsun, ovqatınız xoş olsun, xoş ovqat yenə sizlərin könül dünyasının qapılarını döyməyə gəldi. Poeziya işıqdır, onu görmək gərək. Poeziya insana, torpağa, ağaca, daşa, gülə, çiçəyə sevgidir. Uzaqlardan gələn, uzaqlara gedən səsdir, yoldur. Poeziya etirafdır, səmimi, kövrək bir ürəyin etirafı. Bugün səmimi və kövrək bir ürəyin etiraflarını eşidəcək sevgili tamaşaçılar. Milli, mənəvi dəyərləri ilə zəngin poeziyası və publisistik yazıları ilə hər kəsin diqqətini cəlb edən, imzası Kəlbəcərli el şairlərinin yaradıcılığından fərqlənərək ənənəvi folklor çərçivəsini aşıb keçən və öz poetik, fəlsəfi düşüncələri ilə, maraqlı şeirləri, tapıntıları ilə, yeni deyimləri ilə hər kəsin diqqətini cəlb edən səmimi bir insan, gözəl qələm sahibi Elşən Əzim bugün bizlərlə xoş ovqatın maraqlı bir ovqat dəqiqələrini yaşayacaq və bizim bu verilişimiz üçün saz düzümünü, söz düzümünü verəcək aşıqlarımız isə aşıqlar arasında, sənətkarlar arasında dəsti xətti ilə seçilən neçə-neçə folklorçularımızın, yaradıcı insanlarımızın diqqətini cəlb edən Aşıq Duman Qasımov və hal-hazırda Deyişmə Aşıq yarışmasında irəliləyən və finala doğru can atan Samir Cəlaloğlu bugün bizlərlə saz ovqatını bölüşəcək. Hər bir qonağımıza xoş gəlmişsiniz deyirik. Bu sizin şeirinizlə salamladıq Elşən müəllim tamaşaçıları. Bu gərdişin devranın bu tör-tökül vaxtında, yəni dünyanın baş-ayaq vaxtında bu tamaşaçıların bizə ayırdığı bu boş vaxtdan elə bir səmərəli dəqiqələrlə istifadə eləyək ki, tamaşaçılar bizdən zövq alsın. Buyurun, söz sizdədir və salamlaşaq tamaşaçılarımızla. Tamaşaçılarımızı salamlayıram. Bütün sazın, sözün vurğunu olan, təbii ki, bu telekanalın, bu verilişin tamaşaçıları sazın, sözün vurğunu olan, sözün urvatını qoruyan, sözün dəyərini bilən tamaşaçılardır ki, bu verilişə baxırlar. Ona görə də mən bütün tamaşaçılarımızı salamlayıram və elə bu salamlama məqamında vaxtla, zamanla bağlı bir-iki bənd şeirlə salamlayım. Hər nağılın göy üzündən uçalma düşən vaxtı var. Hər nağılın göy üzündən uçalma düşən vaxtı var. İki başım bir qazanda qaynayıb bişən vaxtı var. Boş pətəyin bal vaxtıdır, məhsul bir sual vaxtıdır. Vaxtın hələ kal vaxtıdır, vaxtın yetişən vaxtı var. Yağış dözməz gün oduna, qaydar öz buluduna. Sən bu vaxtın süqutuna tələsməyişən vaxtı var. Hər vaxtınız xeyir əziz tamaşaçılar. Vaxtınız bal kimi şirin olsun, ovqatınız gözəl olsun deyirəm və
verilişimizin Aşıq Dumanı ötürürük. Aşıq Duman yəqin ki, salamlaşmağınızı buyurun, elə yəqin hazırsınız, elə sazla etməyə hazırsınız, onda elə isə ifanız gəlsin. Hər birinizi xoş gördük. Hər birinizi salamlayıram. Dost salamım verməliyəm. Alsan da sən, almasan da. Həmişə səni anıram, ansan da sən, anmasan da. Yığılmır yollardan, yığılmır yollardan fikrim, xəyalım. Görəm bu yollarda kimin var mənim, aman oy oy, canım oy oy. Sazda keremiye, sazda sazda keremiye koşulan sesim, kamanda inleyen simim var benim, aman oy oy, canım oy oy, gülüm oy oy. Kesilib qapımdan, kesilib qapımdan gedib gələnim, yox mətləb qananım, yox mətləb qananım, qədir bilənim. Dumanlar içində, dumanlar içində yorğun köhlənim, tufanlar qoynunda gemim var mənim, aman oy oy, gülüm oy oy. Hüseyin ne oldu? Hüseyin ne oldu? Gonca niyetim toxundu daşlara ilk mehabbetime, aman ey. Özgəni güldürən, özgəni güldürən sözüm, söhbətim, özümü ağladan qəmim var mənim,
Canım oy oy, yarım oy oy. Öteri bir heves bilme eşkimi, öteri bir heves bilme eşkimi. Benzetme vedesiz konağa meni, yar meni. Benzetme vedesiz konağa meni, yar meni, yar meni, yar meni. Yanan ışık saçır kara gözlerin, yanan ışık saçır kara gözlerin. Bağlayıb o qaymaq dodağa məni, yar məni. Bağlayıb o qaymaq dodağa məni, yar məni, yar məni, yar məni. Bənövşə qoxuyur canım buxağın, bənövşə qoxuyur canım buxağın. Lalə qönçəsidir sanki yanağın, 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 yanağın. Şerbet çeşmesidir dilin dodağın, şerbet çeşmesidir dilin dodağın. Sen həsrət qoymusan bulağa məni, yar məni. Sen həsrət qoymusan bulağa məni, yar məni, yar məni, sen məni. Her kelimendən gelir cennet avazı, her kelimendən gelir cennet avazı. Yıxdı məhiyyət dili eşqin havası, 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 havası. Ay bizim ellerin nazlı sonası, ay bizim ellerin nazlı sonası. Niye tuş eyledin qınağa məni, yar məni. Niye tuş eyledin qınağa məni, yar məni, yar məni, sen məni. Yar məni, sen məni, yar məni, gül məni. Ay bizim ellerin nazlı sonası, niye düşeyledin qınağa məni, aman oy oy, canım oy oy. Sağ olun, Aşıq Duman. Ne qəribə ifadır. Bizi haralara apardı. Çox böyük zövq verdiniz. Əyləşin, təşəkkür edirik və sözünüz olsa, zəhmət olmasa mikrofonu götürün. Bu muğam, boğazında oxuduğunuz, muğamda oxuduğunuz Hüseyin Arif'in sözüydü, bilirəm. Acaba hava haqqında və oxuduğunuz şeir haqqında bir məlumat verin. Bu hardan gəldi, kimlərdən gəldi? Şeirlər bizim Azərbaycan yazarlarınındır. Birinci oxuduğum Hüseyin Arifindir. İkinci oxuduğum söz Məhiyyəddin müəllimindir. Hava da daha doğrusu elə hər gün həmişə deyirik ki, kökümüz, zatımız türkdür. Hava türk havasıdır, Aşıq Veysel'in havasıdır. Bəli. Mən onun üstə çox
zamanlar çalışdım. Elə başı çıxan insanlar yanında da oxudum, dedilər çox gözəl alınır. Zövq verdi Mən vallahi. bu havanı efirdə birinci dəfə də oxuyuram. Ne güzel. O da bizim verilişimizdə. O da sizin gözəl verilişi. Ləzzət Çox elədim sağ olun. vallahi. Mən birinci dəfədir Kəlbəcər aşıqlarından belə türk Rəhmətli aşk- Murad Niyazlının bir sözü var axı, deyir, əcdadımı xəbər alsan, türk oğluyam, türkəm oğlum. Məni əyməz nə yağlı dil, nə də quru görkəm oğlum, türk oğluyam, türkəm oğlum. Aşığam, hər nəyəm, buyam, inanma namərdə uyam. Alışana sərin suyam, üşüyənə kürkəm oğlum, türk oğluyam, türkəm oğlum. Çox sağ olun Mən aşıq öz Duman. türkçülüyümüzü sübut eləmək Allah istəyirəm. rəhmət eləsin. Hüseyn Çox sağ Arifə olun. də, Aşıq Veysələ də, bütün ustadlara rəhmət eləsin. Zövq verdi bu ifa bizə. Elçən müəllim, siz mikrofona danışacaqsınız. Və bəli, istəyili tamaşaçılar, Açıq Duman Qasımov. Duman Qasımov və Elşən Əzim hər ikisi Mingəçevir şəhərində yaşayırlar və əslən soy kökləri də, özləri də bizim doğma Kəlbəcər oymaqlarımızdan, Kəlbəcər illərimizdəndir. Bugün bizim verilişə isə Mingəçevir şəhərindən təşrif buyurublar. Hər ikisi çox maraqlı aşıq və maraqlı şairlər və mən özümü sizlə çox rahat hiss elədim. Xüsusən Elşən müəllim, siz bizim verilişimizdə bir dəfə olmuşsunuz. Mən sizlə bu verilişdə heç bir deyim ki, nəsə içimdə bir narahatçılıq hiss elədim, yox. Özümü o qədər rahat hiss elədim. Çünki həm maraqlı şairsiniz, həm maraqlı müsahibsiniz, həm xeyli maraqlı fikirləriniz olur, dəqiq, dürüst, məntiqli fikirləriniz olur ədəbiyyatla bağlı. Və özümü bu verilişdə o qədər rahat hiss elədim. Eyni zamanda bu rahatçılığı sizə də ötürürəm ki, siz də tam rahat olasınız ki, bizlə səmimi söhbətimiz alınsın. Və hardan başlayaq, nədən başlayaq? İstəyirəm bir balaca ədəbiyyat gəzişmələri eləyək, sizin maraqlı fikirlərinizi alaq və sonra sizin yaradıcılığınıza gəlib üst tarix. Belə ki, Elşən müəllim zaman, yəni əsrlər öncə biz qərbə meyilli olsaq da, şərq ədəbiyyatı, şərqin folkloru, şərqin incəsənəti, musiqisi, mədəniyyəti, heykəltaraşlığı, yəni bütövlükdə deyək ki, şərqin tarixi qərbdən həmişə zəngin olub. Qərbin özü də şərqə meyilli olub. Və şərq də çox böyük düyğalar yetirib və xaqanlar, şahlar, şahənşahlar, hökümdarlardan sonra həmişə salib seçilən insan şairlər olub. Hətta elə məqamlar, elə dövrlər olub ki, tutaq ki, Nizami Gəncəvinin devrində, ya Molla Pənah Vaqifin devrində şahlar, hökümdarlar belə özləri şairlərlə hesablaşmalı olublar və bu böyüklər cərgəsində belə nizamlanıb cərgələnmə düzənində həmişə peyğəmbərlərdən sonra şairlərin adı gəlib, şairlər düzülüb. Ancaq bu mizan, bu ölçü, bu tərəzi itdi, bu nüfuz itdi. Deyək ki, ədəbiyyat öz meyarlarını biraz səngidi, ədəbiyyatın mistikası dağıldı. Və bu baxımdan, bax, bugünkü ədəbiyyatımıza sizin fikirləriniz və sizin fikir çözümünüzü azcana bilmək istəyərdik. Çox gözəl giriş verdiniz, xüsusən də qərblə şərqin müqayisəsi yönümündə. Əslində, şərq qocaman bir müəllimdir, qərb isə onun yaxşı öyrənmiş bir tələbəsidir, belə deyərik. Və o, şərqdən öyrəndiyi fəlsəfəni, şərqdən öyrəndiyi elmi daha geniş şəkildə inkişaf elətdirə bilmişdir. Şərq isə elə o qocaman müəllimliyində qalmaqdadır və bəzən də deyək ki, gənc, bəzən yaşlı ilə gəncin bəzi fikirləri üst-üstə düşmür, bizim Füzulinin Rindü Zahid əsərində olduğu kimi. Və indi müəllimlə şagirdin bəzi fikirləri artıq üst-üstə düşmür, qərblə şərq yönümündə deyək. Və şərq də təbii ki, inkişafdadır və amma öz dəyərlərini saxlamaqda davam edir. Düz buyurdunuz ki, ədəbiyyatın, sözün, şairlərin bunlara çox dəyər verildiyi bir dövrlər olmuşdur. Bilirsiniz, şərqin möhtəşəm bir tarixi zamanı, məsələn, Nizaminin dövründə
Nizami böyük bir şair idi və heç saraya getmirdi də. Yaxud da Xaqani saraydan imtina eləyib çıxıb getmişdi. Bu daha yüksək, yəni şairin, şərqin tarixində şairin şahdan yüksəkdə dayandığı bir zaman idi. Nüfuzlu vaxtda. Şair, bəli, şair şahdan yuxarı idi. Şahın sarayına getmirdi, əyilmirdi. Və sarayda da olanlar vardı. İndi onların adını biz bilmirik. Adətən belə şairlərin adı tarixdə qalmır. Və sonra deməli, şairlər, şahlar özləri şairlik eləməyə başladı. Deməli, şairlik bir mərtəbə aşağı düşdü. Bayaqdan şahdan yuxarı idi. İndi bir mərtəbə aşağı düşdü. Şah özü şairlik elədi. Bu ənənədə gəldi. Yəni, şair olmaq istədi. Bir mərtəbə yuxarı qalmaq istədi. Və zaman elə gətirdi ki, məsələn, Füzulinin dövründə artıq Füzuli boyda böyük bir klassik, həyatın dibində olan, amma poeziyanın zirvəsində olan bir şair idi. Yəni, artıq bunun heç o 9 axçasını belə vermirdilər. Bu, şərqin, mən deyərdim ki, o həmin o ənənələrinin çökən vaxtı idi. O dəyərlərin çökən vaxtı idi ki, Füzuli boyda bir şairə o dəyər verilmirdi. Və nəhayət, Vaqifin dövrünə gəldik və şair vəzir oldu. İndi şairlik artıq hökmdardan bir pillə aşağı düşdü. Diqqət yetirin, nə qədər maraqlı bir məqamdır. Şairliyin hökmdardan yüksək dayandığı, hökmdarla eyni səviyyədə və Vaqifin vaxtında artıq bir pillə aşağı düşdü. Vaqif vəzir işlədi. Bu dövrləri olub. Və ümumiyyətlə, müasir ədəbiyyatımızla müqayisə eləyəndə, müasir ədəbiyyatımızdan danışanda ədəbiyyatın müxtəlif dövrləri olub. Sovet dövründə kifayət qədər güclü əsərlər yazılıb və xüsusən 60-cı illərdən sonra ədəbiyyat nisbətən rahat nəfəs almağa başladı və çox gözəl əsərlər yazıldı. Və bu gün də Azərbaycan ədəbiyyatında yaxşı əsərlər yazılır. Bəzən deyirlər, nəsr nümunələri yoxdur, nəsr də yazılır, şeir də yazılır. Ancaq bu gün ədəbiyyatın təbliğatı biraz zəifdir. Ədəbiyyatın, məsələn, ədəbi dərgilər, ədəbi mətbuat da var. Amma onlar reklam olunmur. Onlar oxucuları var, az saylı ədəbiyyat oxucuları var. Yəni, indi artıq artmaqdadır. Məsələn, kitab mağazaları Bakıda var, bölgələrdə yoxdur. Çoxlu kitab alır, insanlar oxuyurlar. Amma ədəbiyyatın təbliğatı o qədər də yüksək səviyyədə deyil. Xüsusən də bölgədə yaşayan yazarların, bölgədə də kifayət qədər istedadlı şairlər var və ədəbiyyatın ən o müasir, deyək ki, pilləsinə ayaq qoymağı bacaran şairlər, yazıçılar da var. Ancaq bölgədə bir qədər müxtəlif qurumlar var, Azərbaycan Yazıçılar Birliyinin filialları var. O filiallar öz görəvlərini yerinə yetirməkdə o qədər də başarılı deyirlər. Mən hamısını nəzərdə tutmuram, indi belələri də var təbii ki. Amma bölgə yazarının biraz problemləri çoxdur. Yəni, dövlət səviyyəsindən o göstərilən qayğılardan yararlana bilməməkdə, məqamlarda çoxdur. Amma ədəbiyyat yaranmaqdadır, şeirlər yazılmaqdadır, nəsr də yazılmaqdadır və inanıram ki, yaxşı əsər zamanı gəldikcə, tarix keçdikcə öz qiymətini alacaq. Bugün yazıçının, şairin nüfuzu nədən asılıdır? Ki, həmin nüfuzu qaytaraq biz onları. Bilirsiniz, bugün yazıçının, şairin sevənləri var, oxucuları var, o oxucular arasında nüfuzu var. Amma o nüfuz da o təbliğatdan asılıdır da, bilirsiniz. Bəzən, indi yəqin ki, şairə, yazıcıya da növbə çatacaq ki, nə zamansa onun təbliğatının, onun nüfuzunun bərpası yönümündə işlər geçsin. Məsələn, tutaq ki, müxtəlif sahələrə çox geniş diqqət və qayğılar ayrılır. İdmançılarımız gedib qələbə çalırlar. Onlara yaxşı qayğı göstərilir və bayrağımızı ucaldırlar. Amma inanın ki, Azərbaycanda elə şairlər, elə yazıçılar var ki, o diqqət qayğı həmin şairə, yazıçıya göstərirsə, Azərbaycan şairi, yazıcı Nobel mükafatına da layiq görülə bilər və bu bayraq, mən deyərdim ki, bəlkə də həmin o idmançının qaldırdığı bayraqdan da yüksəkdə dayanır. Çünki Azərbaycan təfəkkürü, düşüncəsi, elmi artıq dünyaya bəyan olmuş olar. Mən inanıram ki, nə zamansa bax, bu qayğı, bu diqqət olacaq şairə, bu təbliğat olacaq şairə, yazıcıya ki, həmin nüfuz bərpa olunsun, o ictimai fikir formalaşsın şair, yazıcı haqqında. Onun nüfuzu yazdığı əsərlərində, şeirlərində, yəni kitablarındadırmı? Yoxsa yazıcının nüfuzu bugün deməli asılı qalıb onda imkandan, puldan, yəni bu baxımdan? Bilirsiniz, elə deyək ki, dəyərli əsərlər yazan yazıçılarımız var ki, hansı ki, o daha çox təbliğ olunanlardan az nüfuzludur. Gəlin bunu, indi nüfuz sözünü biz dedik. Dəyər sözünü desək, dəyər ki, dəyəri kitabındadır.
əsərindədir. Amma nüfuz bir qədər ona göstərilən o diqqət deməkdir da, nüfuz bu ki, hara gedəndə bunu necə qarşılayırlar, nüfuz bir növ bu deməkdir və kimin təbliğatı çoxdursa onun nüfuzu çoxdur, kimin əsəri dəyərlidirsə o nüfuz sözünün ona mən hələ ki görmürəm. Yəni dəyəri var, o dəyəri bilən oxucu da var, o dəyəri bilən elmi ictimaiyyət da var, amma deyək ki, müxtəlif yerlərdə, müxtəlif mövqelərdə o nüfuz ancaq daha çox kimin təbliğatı çoxdursa ona aid olmalı. Bəs Elşən Əzim hansına uğurlu baxır? Yəni bir qurum ədəbiyyat biliciləri üçün, peşəkarlar üçün, sözü bilən dəyərli insanlar üçün və əsl poeziya nümunələri yaradanlar mı uğurlu sayılır? Yoxsa bax bu kütləvi insanlar üçün məclislərdə, proqramlarda, yəni şöhrət üçün yəni hər addımı atanlar, deyək ki, hər yerdə çıxışları olan və biraz da pulu, imkanı daha çox olanlar mı daha uğurludur? Yox, uğurluluğa qalanda, təbii ki, sənətə qalanda, sənətə qiymət verməyə qalanda, mən o sənətin tərəfdarıyam ki, onu ariflər duysun, duyanlar duysun. Mən kütlənin duyduğu, böyük bir auditoriyanın duyduğu sənətin tərəfdarı deyiləm. Bilirsiniz, bir gün Platonu bir nəfər tərifləyir, ondan gəlib soruşurlar ki, filan kəs səni tərifləyirdi, bəlkə peşman olur. Deyirlər, niyə peşman oldun? Deyir, elə bir nadan adam məni görən nə səhvim olub ki, tərifləyirmiş. Bilirsiniz, sənət də belədir. Mən bəzən şeiri duymayan bir adam, hansısa şeirə, mənim öz şeirimə qiymət verəndə fikirləşirəm ki, yəqin bu şeirin hansısa bir zəif tərəfi var. O ki, qaldı o kütlənin, kütlə də xalqımız, indi xalqla kütlə sözünü bir araya qoymalı. Bizim xalqımız sözü duyan xalqdır, sevən xalqdır və amma o demək deyil ki, hamı bunu duyur. Amma bəzən görürsən, indi bu toy şeirləri var, məclis şeirləri var. Bunun ədəbiyyata, sənətə heç bir dəxili yoxdur. Belə yazıların, lap elə müasir ədəbi gənclik bu günləri o folklordan, olduğu kimi o ənənədən çıxmırsa da yenə o ədəbiyyata gedə bilməyəcək. Çünki deyək ki, aşıq şeirinin zirvəsində Ələsgər dayanıb, ya el poeziyasında deyək ki, Bəhmən Vətənoğlu sözünü deyib, sən onu təkrarlayırsansa, heç nə ortaya çıxarda bilməzsən. Hər kəs öz nəfəsini, öz sözünü, öz deyimini gətirməlidir və əgər insanların düşüncəsində bir köhnəlik, bir gerilik varsa, şairin, yazıçının fikri odur ki, o düşüncəni, təfəkkürü müasirləşdirə bilsin. Bax, bunu eləyəndə artıq o cəmaat da səni duymağa başlayır. Yəni, müasirlik özü gözəldir ədəbiyyatda. Avropadan gələn ənənələr də var. Hətta siz mənim başlanğıcda bir şeirimi dediniz. Modernizm də var, ədəbiyyatımızda keçibdir. Amma bu modernizmi də gərək o milli ruh, milli düşüncənin üzərində qurulmuş olar ki, cəmaat qəbul eləyək, yoxsa qəbul eləməyəcək. Sizcə, bunlar bu məclisdə, yəni şənliklərdə toy üçün yazılan şeirlər var, məclis üçün yazılan şeirlər, müxtəlif qurumlarda, müxtəlif yerlərdə deyiləcək şeirlər var və bunların yazılmağına necə baxırsınız? Yazılmasa nə deyilsin, yəni? Əhəmiyyət görürsün bunların yazılmağında? Valla onların yazılmağında ədəbiyyat üçün, sənət üçün heç bir əhəmiyyət yoxdur. Tutaq ki, o toy aparıcısı üçün bir əhəmiyyəti var ki, orada nəsə söz tapsın da deməyə. Amma qoy olsun, nə qədər nə yazırlar, yazsınlar. Mən heç kimə deyəsi deyiləm ki, yazma. Niyə bunu yazmırsan, ya niyə bunu deyirsən? Kim nə yazır, nə bacarar yazsın. Amma bunu ədəbiyyata sırmasınlar. Bunu nəyinsə hesabına ədəbi mətbuata çıxartmasınlar. İndi ədəbi mətbuat əgər belə yazılar çıxırsa, həmin mətbuatın rəhbərliyindədir da o günah. Elə bu toyda da qalsın da. Amma bu toyda olanı efirə daşımaq, bu toyda olanı mətbuata daşımaq, nəinki şeiri, poeziyanı, elə musiqinin özünü də bəzən görürsən, toyda oxuduğu şeiri çıxır xanəndə efirdə də oxuyur. Bu toyda nəyinsə, kiminsə sifarişi ilə oxumusan, axı bu efir səviyyəsində deyil. Yəni bunu efirə daşımaq olmaz, bunu mətbuata gətirmək olmaz. Bunu indi kitabın, onsuz da kitab hər kəsin öz cebinin pulu ilə çıxır, özü bilər, gedib çıxarsın, qohum əqrabasına paylasın, nə edirəz. Amma bunu heç olmasa mətbuata buraxmayaq da. İndi bizim qəzetimiz var, Söz Odası qəzeti. Ölkənin hər yerinə yayılan bir ədəbiyyat qəzetidir. Mən baş redaktoruyam. Biz çalışırıq ki, ədəbiyyata daxil olan materialları dərc eləyək, o cür şeyləri dərc eləməyək. Amma məsələn, eyni bölgədə baxıram, ədəbi mətbuat var, qəzet var, jurnal var, ədəbiyyata daxil olmayan sözləri orada dərc eləyirlər və
onu da hətta ədəbiyyat təbliğatı qoyurlar adını. Bu ədəbiyyata təhqir deməkdir. Olsun toyda nə qədər nə oxuyurlar, nə yazırlar, yazsınlar, amma bunu ədəbiyyata sırmasınlar. Söz Odası qəzetindən danışdınız. Söz Odası qəzetinin növbəti sualda azcana açıqlama verək. Yəni orada gedən şeirlər, dərgilər və orada gedən yazılar barəsində Aşıq Samirdən bir ifanı alaq və söhbətimizi davam elətdirək. Qazaq sənin tərifini İstərəm hər yana deyim. Hər şəhərə, hər oymağa cəm Azərbaycana deyim. Hər tərəfə qonşulara xain Hayestana deyim. Üst tutuban Kür tərəfə küllü Gürcüstana deyim. Uca dağlar aşıb dağlı Dağıstana deyim. Gəl yoxlayaq arxivləri, çox qədimdən tarixi var. Qoca şair vidadisi Molla Pənah Vaqifi var. Vurğun, Osman, İsmaili şair Hüseyin Arifi var. İskəndərin, İsrafilin, Hactağının tərifi var. O Kərəmi yad eyləyib Təbrizə, Tehrana deyim.
bil Əlağaş Xlinski el qeydinə qalan olub. Neçə biri vurub tutan bil yanında yalan olub. Hansı səmtə qoşun çəkib bilin ora talan olub. Fransanın kralından orden nişan alan olub. O ilk dəfə öz topu ilə alıbdı nişana deyim. El tanıyır, aləm bilir sanılı Hacı Kərimi. O dolanıb gəşt eyləyib ölkəmizin hər elini. Hamıdan əla bilmiş ərəb, rusu, fars dilini. Görən istər bir də gör o Mirvarid Dilbazini. Onun gözəl əsərləri saysan gəlməz sana deyil. Qulu deyər, əzəldən də var Qazağın adı sanı. Saçı ilə maşın çəkir paşa kimi pəhlivanı. Ədalət tək aşığı var, sazda çalır hər havanı. Neçə dəfə gəzif gəlif İran, Turan hər bir yanı oxuduqca xoş ləhcəsi. Bil işləyir qana deyim. Oxuduqca xoş ləhcəsi, bil işləyir qana deyim. Təşəkkür edirik. Buyur, əyləşin. Aşıq Duman, siz sözünüz olsa, zəhmət olmasa mikrofona deyirsiniz. Deməli, burada oxunan şeir Şair Qulunun şeiriydi, Samirin dediyi şeir. Şair Qulu da bizim bu saz sənəti ilə məşğul olan, yəni sazımızın gözəl bilgisi Məhəmməd Əli müəllimi, Məhəmməd Əli Qazaxlının atasıdır. Və Samir bu şeiri yarışmada da dedi və çox uğurla da alındı. İndi iki Kəlbəcəri, iki Qazaxlı oturmuş. Görək tərəzinin gözünü nətəri düzəldə bilirik. Allah Dədə Şəmşirə də, Səməd Vurğuna da rəhmət eləsin. Ay, sağ olun. Biz tərəzinin gözünü onlar düzəldib gediblər. Nə gözəldir. Hər ikisi böyük sənətkar, böyük ustad. O Dədə Şəmşir deyir, elimin, günümün böyük şairi gətirib dağlara, səfa xoş gəldin. Gözlərdik yolunu biz intizarla, eyliyib əhdinə, vəfa xoş gəldin. Minnətdarıq kamil söz ustadına, şan şöhrət yaraşır onun adına, bizim Kəlbəcəri salıb yadına, çəkib bu yollarda cəfa, xoş gəldin. Qarşıladıq çiçək ilə, gül ilə, alqışladıq mahal ilə, el ilə, saz ilə, söz ilə, şirin dil ilə. Şəmşir deyər bu ustada,
xoş gəldin. Xoş gəldiniz. İndi Sərvəriniz. o vaxtı böyük şairimiz Səməd Vurğun Kəlbəcərə getdi. Dədə Şəmşir xoş gəldin şeirin yazdı. Düzdür, şeiri cavabsız qalmadı. İndi də daha Kəlbəcər yoxdur. Biz Qazağa Tovuza gəlmişik də. Xoş gəlmisiniz. Biz də xoş gəlmişik. Sağ olun. Xoş gəlmisiniz. Və azına Samirin ifasından bağlı elə fikirlərinizi alaq ki, yəni bu hansı ki bu çətin yolda indi irəliləyən gəncimizdir, istedadlı bir gəncimizdir və Samir mən tanıyandan öncə də bu işlə məşğul olub. Yəqin ki, neçə yaşından bu ifanı eləyən, yəqin ki, neçə yaşından çox körpəliyinə bu saz bunun əlində olub. Ancaq Samirə hardasa mən öz tapıntım kimi baxıram. Niyə? Çünki Samiri ən mötəbər verilişlərə deyim, məclislərə deyim, həmişə mən dəvət eləmişəm və bugün Lider kanalında yarışmaya da mən elə bir ki, istiqamət verdim və ilk zəngi vuran mən oldum ki, mütləq qatıl o yarışmaya və Samir bugün həmin yarışmadadır və Elşən Əzimin də çox diqqətini çəkən bir gənclərimizdənsiz və onu da deyim ki, hər ikisi peşəkardırlar, saza peşəkardırlar, sözə peşəkardırlar və Samir üçün elə burada bir imtahandır və mən Samiri bura dəvət eləməkdə təbii ki, bütün elimizdən, obamızdan, bütün qərb bölgəsindən, Gəncəbasardan Samir üçün dəstək istəyirəm ki, yəni bizi sevənlər, sazı sevənlər, sözə dəyər verənlər, bizim Xoşovqat proqramını izləyənlər və elə bizim bugünkü proqramımızda iştirak edən, bax bu Kəlbəcərin iki mötəbər şəxsini sevənlər, bütün Kəlbəcərlilər. Hər kəsdən Samir üçün tək bircə dənə səs istəyirəm ki, Samiri dəstəkləyək və Samir elimizin, obamızın o şərəfli adını orada qoruya bilsin. İnşallah Allah qoysa, yəqin ki, birincilik olar. Çünki barmaqlarına baxdım, deyir, usta oğlundan şəhərdə olmaz. İndi Qazaxlı da sazın anası Ədalət Nəsibov, onun yerlisidir, belə də olmalıdır. O bizim rayonda iki kənddə dəli dolu adamlar çoxudur. Bizə birinci katib gəlir, bu mən ağsaqqallardan eşitmişəm. Deyir, gedin hər kətdən bir dəli gətirin. Qaraçanlı ilə geçdəkdən qavanınıza kim çıxsa tutun gətirin. Yəni onlar belə çıxır ki. İndi bu kişi saz ocağındandır. Sözsüz ki, birinciliyi qazanacaq maşallah. Gözəl də barmaqları var. Mən də uğurlar arzulayıram və məni ikinci yerə gətirən o həvəskarlarım ki vardı, onların hər birindən Samirə dəstək olmaq arzulayıram və istəyirəm, xahiş edirəm. Məni eşidən dostlar, tanışlar Lider TV-də yarışır, Samirə dəstək olun. Qoyun birinciliyi qazansın. Sağ olun, Aşıq. Siz özünüz də bir yarışmanın qaliblərindən idiniz. İkinci yerə qədər gəldiniz, elə Aşıqdırmı? İkinci yerə gəldiniz və çox uğurlu bir yarışmaydı. O yarışmadan elə mən sizi tanıyıram və bilirəm ki, peşəkar aşıqlarımızdansınız və sizdən də gözəl ifaları alacaq. İnşallah sözü çəkir, saz sözü çəkir və bilirəm ki, vaxt elə sürətlə gəlib gedəcək Elşən müəllim. Mən xeyli suallar yazmama baxmayaraq, o sualların içində itib batacaq, heç birini verə bilməyəcək. Söz Odası qəzetindən danışdınız və o Söz Odası qəzetində nəşr olunan, çap olunan şeirlərdən azca danışaq. O zəif şeirlərdən yaxa qurtara bilirsinizmi? Çalışırıq ki, olmasın bizim qəzetimizdə və qəzetimizin əsas missiyası, məqsədi ölkənin müxtəlif yerlərində yaşayan ədəbiyyat adamlarını, istedadlı ədəbiyyat adamlarını təbliğ eləməkdir. İndi ölkədə mərkəzi mətbuat var, Bakı mətbuatı var və orada çox zaman elə istedadlar var ki, gedib çıxa bilmirlər, elə istedadlar var ki, orada çap olunmurlar. Ancaq Söz Odası qəzeti də, baxmayaraq ki, redaksiyası Mingəçevirdə yerləşir, ölkənin hər yerinə yayılan bir qəzetdir, mətbuat yayım vasitəsilə bütün köşklərdə olur və biz çalışırıq ki, heç bir təmənnasız çıxardırıq və təmənnasız olduğumuza görə də ancaq sözə, təmənnamız yaxşı söz, yaxşı ədəbiyyatı təbliğ eləməkdir. Başqa bir təmənnamız yoxdur. Elşən müəllim, mən sizdən bir necə deyim, həmkar kimi, sözü bilən adam kimi, ədəbiyyatın içində qaynayıb qarşıyan bir adam kimi sizdən kömək istəyirəm, nə mənada. Bu insanlar, indi Azərbaycanda hamı şairdir, müğənnidir da bilirsiniz. Artıq bu kütləvilik alıbdır, hamı şairi eləyir, hamı müğənnidir.
Və mən də veriliş aparıcısı olduğumdan mənə də xeyli kitablar gəlir, xeyli şeirlər gəlir. Və bu kitabların içində inandırım sizi, özüm də itib batıram, nə qədər oxumaq olar. Deyirlər ki, bütün kitabın yox üzən. Deyirəm, bütün kitabı ona görə oxuyuram ki, içindən bəlkə bir dənə şeir tapa biləm. Və bu içindən də heç nə tapa bilmirəm. Ancaq mənə necə kömək ola bilərsiniz ki, bax bu yolu mənə də göstərin. Heç kimə demək olmur ki, siz şeiriniz zəifdir, siz zəif şairsiniz. O problem var, o problem istər yəni bir televiziya aparıcısı kimi siz yaşayırsınız və qəzet redaktoru kimi mən də yaşayıram. Bəzən olur, bəzən elə yazılar dərc eləyirik ki, elə adamlar verilişə çağırmalı oluruq ki, nədənsə keçmirik, sadəcə imtiyazlı belə deyək də, belə şeylər olur. Amma o cür kitabları oxumaq zövqünüzü koruyar. Zövqümü koruyur, ruhumu koruyur, vaxtımı koruyur. Oxumasanız yaxşıdır. Koruyur və heç kimə də deyə bilmirik. Yəni qəbul eləmirlər sadəcə ki, bunlar zəif şair ola bilərlər, zəif şair. Hər kəs özünü elə güclü bilir. O cür adamlar daha çox iddialı olurlar. Çox iddialıdırlar. Çox iddialı olurlar. İndi deyək ki, ədəbiyyatın, sözün, həm o mütaliəsi çox olan adam, həm də elə o sözün dəyərini bilən adam heç vaxt özünü övmür, iddialı olmur. Məsələn, mənim hansısa bir sətirimin ədəbiyyatda qalıb qalmayacağını bilmirəm mən. Çünki bu Azərbaycan ədəbiyyatının çox böyük klassikləri var. Xüsusən də poeziyada çox çətindir. Sadəcə ürəyimizi boşaltmaq üçün yazırıq da. İndi Allah Taala bunu bizə bəxş eləyib, təb verib və indi nə dərəcədə yaza bildik. Sadəcə ürəyimi boşaltmaq üçün yazıram mən. Başqa bir iddiam yoxdur. Və ədəbiyyatda qalmaq iddiası, ədəbiyyatda mən qalacam, mənim yazım qalacaq demək bu çox çətin söhbətdir. Bunu Həzrəti zaman bilir. Və bu iddia ilə gələnlərin çoxu, bax bu cür iddiada olanların çoxunun elə baxıram heç yaradıcılığı o səviyyədə deyil. Təkəbbürləri də bizi öldürür axır. Bəs çox təkəbbürlü olurlar, çox iddialı olurlar. Boş qazan daha çox səs salır da. Və bütün günü də özünüz də indi o şəbəkələrdə, məsələn, sosial şəbəkələrdə görürsünüz. Ən azından verilişlərdə deyək, qəzetlərdə deyək, nə qədər reklamlarından məşğul olurlar və nə qədər özlərini bu gündəmdə qalmaq üçün... Bəli, mən də görürəm. Sosial şəbəkələrdə bütün günü şeir paylaşırlar. Ancaq şeir paylaşırlar. Ancaq şeir paylaşırlar və bəlkə də ayrı ölkədə belə deyil. Tutaq ki, Facebookda, başqa ölkələrdə daha çox başqa statuslar paylaşırlar. Ən çox Azərbaycandadır bəlkə şeir paylaşırlar hər gün. Və hər kəs də öz tanıdığının şeirlərini orada şərhlər yazır, nə bilim, nə eləyir. Yüksək şərhlər yazır. Əslində bunlar məni narahat eləmir. Çünki sosial şəbəkə, bir var konkret bir sayt özü elektron mətbuatdır. Yəni qəzetin elektron jurnalın elektron versiyası deməkdir sayt. Bir var qəzet, jurnal, bir də var sosial şəbəkə öz yazında nə, hətta orada ədəbsiz sözlər belə yazmaq mümkündürsə, deməli zəif şair də öz şair olmayanda yazdığının adına şeir deyib orada paylaşa bilər. Sadəcə bunun ədəbiyyata ziyanı yoxdur, amma oxucuya ziyanı var. İnsanların zövqünü korlamağa yönəlir bu şeylər. Bilirsiniz, başqa sənət növü ilə müqayisə edək. Vaxt vardı, insanlar teatra gedirdi və Otelloya baxırdı, Hamletə baxırdı. Amma indi insanlar o teatrlara, o tamaşalara öz istəkləri ilə bilet alıb getməzlər. Amma kimsə bir kişi qadın paltarı geyib çıxıb orada hoqqa çıxardır, ona hamı çox dalbadal neçə günlərlə konsert verirlər və gedib baxırlar. Bütün sənət növləri bu vəziyyətə düşüb. İstər aktyor, istər teatr, istər rejissor, istər şair, düşünmür ki, mən elə yazım, elə yaradım, elə sənət nümayiş elətdirim ki, kütləni öz səviyyəmə qaldırım. Hamı istəyir ki, kütlənin səviyyəsinə gelsin. Məsələn, mənim üçün çox asan olar elə şeirlər yazam ki, onu tamadalar hər gün toyda deyə. Boş olsam 30-40 dənə günə elə şeir yaza bilərəm. Bəlkə də o dediklərindən biraz da üstün olar. Amma mən o səviyyəni ədəbiyyatdan mən onu ummuram. Mən ummuram ki, mənim şeirimi kimsə hardasa səsləndirsin. Oxucu yaxşı oxucu oxusa bu bəsdir mənim üçün. Tamadalardan danışdınız. Toylarda tamadalıq eləyirsiniz? Yox, qətiyyən. Mənim xarakterimə uyğun deyil. Bir-iki dəfə yaxın qohumlardan partisi olmuşum. Toylarda o tamada olmayanlara necə müraciət eləyirsiniz? Sağlıq deyəndə nəyin sağlığına içirsiniz o toylarda? Mənim üçün, mənim bir şeirim var, tamada olmayanlar üçün tost. Və o sağlığı bəlkə də toyda demək olmaz. Amma şeirdir da, nə bilim,
Mən içmirəm bu badəni, ilin günün sağlığına. İçirəm qeybdən gələn səsin, ünün sağlığına. Bulut gəlir göy üzünə, niqab tutur hey üzünə, həsrətin quzey üzünə düşən günün sağlığına. Biri düşüb taxtdan ölüb, birisi nahaqdan ölüb, qalan ruhum çoxdan ölüb, ölən sənin sağlığına. Gözəl. Bəli, qalan ruhun çoxdan ölüb, ölən sənin sağlığına. Bu iki misra mənim çox xoşuma gəldi və Mövlanə deyirdi ki, xoş o kəsin halına ki, yəni ölümsüzlərlə oturub durur və bəzən cismən ölənlər sağ qalanlar belə idarə eləyir. Çox gözəl misraydı, o mənim xoşuma gəldi. Belə ki, elə ölümsüzlərin sağlığına və elə sözümüzün, sazımızın sağlığına olsun. Bax, bu bazar iqtisadiyyatı devrində, bazar alış-verişində, bu bazar dünyasında, bu dünya bazarında düzü düz qiymətinə, sözü söz qiymətinə, qazanc xeyir güdmədən elə öz qiymətinə satırsınız şeirlərinizi. Bazarınız bazar olurmu? Bilirsiniz, bu satıram şeirinin bir tarixçəsi var. Bir dəfə bir nəfər mənə dedi ki, kimdisə adını çəkmədi, amma köhnə şeirin, çap olunmayan şeirin adın varsa, bunu alan var. Yaxud da özün otur şeir yaz. Doğrudan mənə çox qəribə gəldi və mən buna təbii ki, razı olmadım. Belə bir şeyə getmərəm də heç vaxt, amma gedənlər var. O gün, 1-3-4 gün bundan qabaq internetdə maraqlı bir yazı oxudum, Reket şairlər. Hətta indi Reket jurnalistlər var idi, nə bilim, Reket o kimlərəsə də deyirdilər, amma Reket şair anlayışı yox idi. İndi artıq Reket şair anlayışı yaranıb, tutaq ki, gedirlər bir kitabda ki, şeirlərinin hərəsini bir imkanlı adama ithaf eləyirlər, yaxud da uzun bir şeir yazırlar, çoxlu adamların adını çəkirlər, deyib, o kitabı verəndə deyirlər, bax, sənin də adın var, sənin də adın var. Onlardan var belə şeylər. Onlardan pul alırlar. Yaxud da, məsələn, mən jurnal tanıyıram ki, orada tutaq ki, o jurnal hansı müəssisədə çox satılırsa, oranın adamının adına, ya tələbəsinin adına, ya nəmin işçisinin adına bir şeir yazıb verirlər, onun müəllifliyi ilə gəlir. Artıq Reket şairlik də gündəmdədir və mən Reket şairi olmasam da, belə bir şey mən etməsəm də, amma mən yazdım bu şeiri ki, dünyanın dar vaxtında, könlün qubar vaxtında, eşqin, təbin, həvəsin, hələ bahar vaxtında satıram şeirlərimi. Görən gözünü gətir, gülən üzünü gətir alan, öz arşınını, öz tərəzini gətir. Düzü düz qiymətinə, sözü söz qiymətinə, qazanc xeyir güdmürəm elə. Öz qiymətinə satıram şeirlərimi. Etdiyim xəta kimi, korşalan balta kimi, övlada baxamayan hünərsiz ata kimi atıram şeirlərimi. Ay alan, satıram şeirlərimi. Hamısı yadımda qalmayıb da əminəm. Çox maraqlı mövzu, maraqlı şeirdir. Biz söhbətimizi yenə davam elətdirərik. Təşəkkür edirik şeir üçün. İstəyirəm Aşıq Dumanından bir ifanı alaq. Xeyli söhbətimizi çəkəcəyik. Mən öncə dedim Aşıq Duman, dedim ki, Elşən Əzim o qədər maraqlı müsahibdir ki, maraqlı şairdir ki, buyurun. Mən bilirəm ki, 2 saat da bizi görməyəcək. Ona görə rahat idim Elşən Əzim tərəfdən ki, hər nədən danışsaq maraqlı gələcək. Bir Mollacıma gəraylısı oxuyacağım. Eşitmədiyimiz hala. Mollacıma gəraylısı oxuyacağım. Yəqin ki, birinci dəfə də eşidirsiniz. Görək. İsmi pünha yazılıbdı, İsmi pünha yazılıbdı,
İsmin əzəm qabağında, ismin əzəm qabağında. Qəndi şəkər əzilibdi, qəndi şəkər əzilibdi, ol yarın bal dodağında, ol yarın bal dodağında. Qəndi şəkər əzilibdi, qəndi şəkər əzilibdi, ol yarın bayal dodağında ya, dodağında, dodağında. Ol yarın bal dodağında, ol yarın bal dodağında. İnce belin surahlanıp, ince belin surahlanıp, kumar gözün gümrahlanıp, kumar gözün gümrahlanıp. Kara xallar fərəhlanır, qara xallar fərəhlanır, gülə nisbət yanağında, gülə nisbət yanağında. Qara xallar fərəhlanır ey, qara xallar fərəhlanır, gülə nisbət yanağında ya, yanağında, yanağında. Gülə nisbət yanağında, gülə nisbət yanağında. Cumanın şahı serdarı, Cumanın şahı serdarı, eli günü havadarı, eli günü havadarı. Bir kadem bas bize sarı, bir kadem bas bize sarı. Berekat var ayağında, berekat var ayağında. Bir kadem bas bize sarı ney, bir kadem bas bize sarı ney. Bereket var ayağında ya, ayağında, ayağında. Bereket var ayağında, bereket var ayağında. Sağ olun, Aşıq Duman, təşəkkür edirik. Valla Cumaya da rəhmət və bu da maraqlı hava idi. Elə bil Türk havalarına, Türk havalarına uyğun bir hava idi. Yəqin ki, iki ifamız belə getdi, növbəti ifalar yəqin ki, əsl Kəlbəcər havalarından gələcək, yoxsa yenə fərqli ifalar olacaq. Nə deyirəm ya, olsun ey. Ancaq bugün istədik, hamı oxuyur, istədik. Bugün, Elşən Əzim, siz də tanıyırsınız, həyatda, sözdə, cəmiyyətdə sözü kimi, yəni ədəbiyyat aləmində də ciddi bir
yazar kimi tanınır. Yəni poeziya, gözəl poetik nümunələr yaratmağı ilə ciddi bir söz adamı kimi tanıyırıq. Ancaq Elşən Əzim eyni zamanda çox maraqlı adamdır, çox komik adamdır. Və həmişə də başına maraqlı hadisələr gəlir. Hərdən birdən mən onu özünün o sosial şəbəkədə payladığı statuslarında da görürəm. Çox xoşum gəlir yumorumuzdan və istəyirəm, bilmirəm hansı ovqata köklənmişdiniz, o maraqlı hadisələrdən danışasınız. Deyir ki, birini indi yol gəlirik, yol gələndə deyir ki, bu qarnın borcu qutarmadı. Hava dumanlıdır. Deyir, bu borcu olmadı, artıq kredit oldu. Cəmaatın krediti qutaranda qarnında borcu qutaracaq, sağ olun. Çox maraqlı cavablar var. Buyurun, Əyşən müəllim. Olur, belə şeylər olur hərdən. Birini danışmaq istəyirsin, mən yenə deyim, dədənizin apteka hardadır elə? Gəncədə idim. Bir nəfər yaxınlaşdı, soruşdu ki, qardaş, burada dədəmin apteki hardadır? Dedim, mən nə bilim sənin dədənin aptekadır. Dədə sənin də aptekin də sən bilirsən. Dedi, yox, aptekin adı belədir. Doğrudan da özümə çox maraqlı gəldi ki, burada belə Sən demə, Gəncədə dədəmin apteki var. Belə bir aptek var imiş. Çox güldüm ona. Deyir ki, sən demə, Gəncədə dədəmin apteki var. Gəncədəkilər də, Gəncədə yaşayanlar bilir. Dədəminin apteki, mağazin, belə bir adı var. Sən demə, Elşən Əzimin bundan xəbəri yox imiş. Deyir, bala, mən nə bilim sənin dədənin apteki hardadır. Və biri də şagirdinizlə bağlı olur elə. Bəli, belə bir hadisə də olubdu. Deməli, bir şagirdim var idi, məktəbə gəlmirdi. Bir gün rastlaşdım, dedim ki, harda, sən niyə dərsə gəlmirsən? Dedi ki, müəllim, işləyirəm. Dedim, harda işləyirsən? Dedim, məsciddə. Dedim ki, orada nə iş görürsən? Dedim, müəllim, azan kulçat eləyirəm. Bu çox maraqlı idi. Bu indi yəqin ki, nəysə orada maqnitofonla falanlandı. Dedi, azan kulçat eləyirəm məsciddə. Yəni bu da belə... Onun altına da yazmışlar. Dedi ki, azan kulçat eləyir. Bütün gün azan kırçat eləyir də bunu. Azan kırçat eləyir. Çox maraqlı. Yəni başınıza yəqin ki, bilirəm, çox maraqlı hadisələr gəlir və bunu mən eksprompt verdim. Bəlkə də beyninizdə onu hazırlamamışdınız. Əgər elə varsa elə fikirləriniz deyə bilərsiniz, ancaq sizin yenə şeirlərinizə gələk. Nədəndir zaman 2 verir əməlinizə, ancaq kəsib quyruğunu 5 düzəldirsiniz? Bəli, bugün... Mikrofona zəhmət olun. Zamanın, həyatın, ümumiyyətlə şairlər təbii ki, gördüklərini yazırlar da. Və bəzən də gördüyümüz yaxşı olmayan, ədalətsiz məqamları da qələmə almalıyıq. Bu, təkcə şairin yox, ümumiyyətlə ziyalının, vətəndaşın borcudur. Bəzən olur ki, yaxşı olmayan bir işi o qədər qabardırıq ki, bunun adını 5 qoyuruq da. Biz indi uşaq vaxtı 2 alanda deyirlər, quyruqlu 5 aldın, 2-yə quyruqlu 5 deyirlər. Və indi bəzən doğrudan da o 2 düşən əməlimizi elə qabardırıq ki, elə bil onun o 2-nin quyruğunu kəsib 5 düzəldirik. Bəli, belə bir şeirim var. Hələ kör olmağın faydası çoxdur. Hələ göz çıxarıb qaş düzəldirik. Cansız bir qayadan adam yonuruq, canlını qurudub daş düzəldirik. Düşübdü bu fürsət çəm əlimizə, dolaşsa neyniyər qəm əlimizə, zaman 2 verirəm əlimizə, kəsib quyruğunu 5 düzəldirik. Bu qara günləri şən keçirsək də, başa şeytan çəkib cin keçirsək də, aldana gün keçirsək də, aldada iş düzəldirik. Bunlar var. Doğrudan da bəzən elə yalançılar var və elə mötəbər bir kürsülərdən bizə yalan danışırlar, efirlərdən, nə bilim hardan. Hamı yaxşı başa düşür ki, bu yalandır. Amma heç kim demir. Adi həyatda da olur. İnsan bir dostunla rastlaşırsan, bir tanışınla sənə bir yalan danışır, yaxud da bir hadisəni şişirdib danışır. Yaxşı bilirsən ki, bu yalan deyir. İndi pərt eləməmək üçün demirsən və yaxud da işinin xatirinə bunu deməyən adamlar var. Doğrudan da aldana gün keçiririk və aldada iş düzəldirik və
məsələ cəmiyyətdə yalan artıq ayaq açıb yeriməkdədir. Bax, bu məsələlərə etiraz olaraq yazdım bu şeiri. Gözəl bir şeiriniz idi, ona görə mən o istatı gətirmişdim. Sizdən bir şeir gəlsin, mən bir şeirinizi deyim və saza ayaq verək, növbəti söhbətə keçməzdən öncə. Ağla bu sazın halına, ağla bu sazın halına, məqamdan məkana gəlib, düşüb ozan sinəsindən, ürfandan insana gəlib. Enib göyün tağ bəndindən, zamanların gəlgedindən, mürşidimin məbədindən bu toya nişanə gəlib. Yerdə ağrısı var hələ, göydə tanrısı var hələ, buradan ağrısı var hələ, o yandan bu yana gəlib. Yetib haqqın vüsalına, düşüb elşən məlalına, ağla bu sazın halına, ağla ki cahana gəlib, ağla ki cahana gəlib. İlahi, dəlidir, dəli bu qələm, duz kimi yalayır közü sinəmdən, vurur neşlərini zəli bu qələm, sümürüb çıxarır közü sinəmdən. Lap gətir nəzərə, lap gətir gözə, gözümün odunu tap gətir gözə, durma iynə gətir, sap gətir gözə, sökülür yaramın gözü sinəmdən. Həsrət ümmanımdır, həsrət dənizim, yenə dalğalandı həsrət dənizim, silinməz mənim də həsrətdən izim, getməz həsrətin də izi sinəmdən. Nədir söz qoşduğun, şeir dediyin, inatdır dəyəcək şeir dediyin, ilan qabığıdır şeir dediyin, yazmıram, soyulur özü sinəmdən. Elə bilmə o sevgidən, elə bilmə o sevgidən, ürəyimdə yenə qalıb. Heç ürəyin özü varmı, ürək köçüb, sinə qalıb. Məni əydi yaşadığım, bilməm nə idi yaşadığım, ayrı şeydi yaşadığım, ömür ağzı günə qalıb. Zəhər süzüb fələk dünya, gəl birlikdə içək dünya, dərdinəm məni çək dünya, sənin dərdin mənə qalıb, sənin dərdin mənə qalıb. Mən öz şeirim bu gözəllikdə deyə bilməzdim, gözəl dediniz. Açıq pəncərəmdən uçub bu səhər, evimi sən nahaq yerə gəzirsən, mənim dilim acı sözlərim zəhəray arı, gör harda şirə gəzirsən. Divarı bəlkə də ahım qurudub, çiçək şəkilləri aboyda solub, sağ olmuş taleyim elə yarıdı, pöhrə arzularım o boyda solub. Axı ağzına can pətəyin baldır, qaldırıb səsini nə istəyirsən, dərə bilmədiyim bir çiçək oldu, çəkdin şirəsini, nə istəyirsən. Ta yolum yoxuşdur, məndən geridə şirin xəyalların dərəsi qalıb, haçansa bir şirin şeir yazmışam, dişində onunmu şirəsi qalıb. Sancmağa gəlmisən, elə sancaram, zəhər borcalarsan ay arı məndən, gedib pətəyini acılayarsan dostum, aralı gəz, aralı məndən. Eşq olsun. Cananı
Bineleri çadır çadır, bineleri çadır çadır, çok gezmişem özüm dağlar ayaman aman. İlhamını sizden alır, sizden alır, sizden alır. Benim sazım sözüm dağlar, Rabbalan elim, asonan elim, asanan elim. Binelerin çadır çadır, çok gezmişem özüm dağlar. İlhamını sizden alır benim sazım, sözüm dağlar. Abele Harobanın öz yaylağı, Harobanın öz yaylağı, her tarlanın öz oylağı, ay aman aman, ay aman aman. Doloylarda bahar çağı, bahar çağı, bahar çağı. Bir doyunca cazım dağları, cazım dağları, cazım dağları, cazım dağlar, lay la lay lay. Bəli, her obanın öz yaylağı, her tarlanın öz oylağı. Dolaylarda bahar çağı, bir doyunca gezim dağlar. Canan Abele bir konağım bu dünyada, bir konağım bu dünyada, bir gün ömrüm gider bana, leyli 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 leyli. Vurgunu da salar yağda, salar yağda, düzül kalı bizim dağlar. Ablan elim, asonan elim, asanan elim.
dərdi qalır. Niye gettin qana qana, qana qana, qana qana? Məni qoydun yanaya, məni qoydun yana yana, yana yana, yer sərlanmay balamay. Bir qonağam bu dünyada, bir gün ömrüm gedər bada, vurğunu da salar ya da düz ilqarlı bizim dağlar. Çox sağ ol. Çox sağ ol Samir, vurğuna da rəhmət. Bu havaya həmişə nə havası deyirlər ay Elşən müəllim? Dağlar havası. Dubeyti havasıdır və dağlar havası deyirlər. O doğrudan maraqlıdır. Vaqif Səmədoğlu'nun xatirələrində də var. Deyir ki, otağa girdim ki, atam Dubeyti havası üstündə zümzümə eləyir və sonra məlum olub ki, Dubeyti havası üstündə zümzümə eləyib, elə bu dağlar gərayılısını yazıb. Ondan sonra da nə qədər ki, mən özüm saz çalmaq öyrənəndə ilk dəfə Dubeyti havasını öyrənmişəm və ilk dəfə bu şeirlə öyrənmişəm. Və bütün hamı Dubeytini öyrənəndə əvvəlcə bu şeirlə öyrənib və Dubeytiyə yatan ən yaxşı şeir budur. Çünki həmin ruhla yazılıb. Bilirsiniz, bəzən ölkənin müxtəlif bölgələrində qoşma yazılır. Qoşma bizim şeirimizdir, gəraylı şeirimizdir. Ancaq elə qoşmalar, elə gəraylılar var ki, onun sazla oxumaq olmur. Hərdən deyirlər, niyə Kəlbəcərlilərin yazdığı qoşmanı, gəraylını, yaxud da Qazaxlıların, Gədəbəylilərin yazdığını aşıqlar oxuyur, sazla asan da oxumaq. Çünki bu bölgənin şairləri, bu bölgədən olan Azərbaycan şairləri, mən bölgə şairi sözünün fikrinin əleyhinəyəm, ümumiyyətlə sözün heç bir bölgəsi yoxdur. Musiqinin bölgəsi yoxdur. Söz bütün dünyaya gedə bilər. Söz hüdudsuzdur. Bölgə şairi adını qəbul edirəm, amma bölgədən, yəni bu bölgədə doğulmuş, bu ruhdan, bu folklordan çıxmış şairlərimiz o şeirləri o havacatın üstündə yazıb, o havacatla zümzümə eləyib yazıb, o avazla bir yerdə yaranıb. Və avazla bir yerdə yarandığındandır ki, görürsünüz, illərdir keçib və illərdir keçəcək ki, Dubeyti oxuyan o gərayılını oxuyacaq. Və o havanın adı çox yerdə dağlar havası deyiləcək. Çox yerdə elə dağlar da deyirlər, bir dağlar havası çalır. Havanın adı bəli elə. Siz həmişə o Dubeyti çalınanda mən sizin o sözünüzü xatırlayıram ki, Səməd Vurğun, yəni şeir onun üstə yazır. Elşən Əzim necə, şeirlərini saz üstə yazırmı? Bəli, saz üstə yazılan şeirlərim olur, çünki mən özüm də hətta mən çalışıram ki, dünya ədəbiyyatının müxtəlif janrlarında yazam. Mənim deyək ki, nəsr əsərim son dövrlər bir Yaddaş Buzlağı adlı povestim çap olundu və yəqin siz də rastlaşdınız, mətbuatda da getdi və internetdə də getdi. Həm povest haqqında çoxlu yazılar yazıldı, təhlillər yazıldı. Və nə qədər, əslində nəsrin özü də dastan təfəkküründən gəlir, o da aşıq təfəkküründən gəlir. Kim harada yaxşı dastan söylənilə bilirsə, orada yaxşı nəsr də yazıla bilər. Bu da dastan təfəkküründən, dastan yaddaşından gəlir, amma eyni zamanda şeirdə mən ən müxtəlif janrlarda yazıram. Hətta Avropa şeirində yazıram. Hətta mən Yapon tankalarına müraciət eləyirəm ki, görün bunu Azərbaycan ədəbiyyatına nə cür gətirmək mümkündür. Yəni, bu mənim mütaliəmdən gələn bir şeydir. Amma mən istəsəm də ki, o ruhdan çıxa bilmərəm, çünki mən hər gün saz dinləyirəm. Mən də o sazın ruhunda yazıram, o sazın ovqatında yazıram və mənim şeirlərimi də aşıqlar oxuyur, bəzi şeirlərimi oxuyurlar. O sazın ruhuna yaxın şeirlərim çoxdur. Yəni Aşıq Dumanında da var o şeirlərdə. Ayaq da basmaram sən olan yerə. Allah Allah. Sən olmayan yerə yol tapa bilsəm, qovaram evimdən xəyallarını, ardınca düşməyə çöl tapa bilsəm. Sənin də kiməsə minnətin olmaz, məni də yandıran həsrətin olmaz. Bilirəm, unutmaq çox çətin olmaz əgər ürəyimlə dil tapa bilsəm. Çəkdiyim bəsimdir, az deyərəmmi, Elşənə tab gətir, döz deyərəmmi, sana güldən ağır söz deyərəmmi, sana sözdən ağır gül tapa bilsəm. Aşıq ruhunda yazılmış bir qoşma. Eşq olsun. Aşiqlərə biganə baxdın, başıma gəldi. Qəm alnıma yazıldı, baxtın, başıma gəldi. Bir ürəyi dindirdim, bir ürəyi sındırdım, bir gözəli yandırdım, yaxdım, başıma gəldi. Şükür Tanrı yaşadım, verdin əmri yaşadım, Məcnun ömrü yaşadım.
məcnun ömrü yaşadım. Ağlım başıma gəldi. O qızın ürəyi, gəldi. o qızın ürəyi yaqut kimidir. Sevda mələyinin tacından düşüb. Qəmin nöqtəsidir üzündəki xal, Tanrı qələminin ucundan düşüb. Hardasa quruldu bir toy, bir düyün, ruhu dustaq oldu, ürəyi sürgün. Onun uzaqlarda tapdığı ağ günmən qara gündünün köçündən düşüb. İtir çəmənlikdə gülün kölgəsi, qaralır ocaqda külün kölgəsi, eşənin üstünə ölüm kölgəsi, o qızın zil qara saçından düşüb. Allah Allah. Buyursun aşıqsın. Bizim kimi əhdi yalan tapılmaz. Qəlbi viran, eşqi talan tapılmaz. Aramızdan körpü salan tapılmaz. Ay illərin otayında qalan qız. Allah Allah. Gəldi gedər qonaq saydın gör kimi. Görən niyə qınaq saydın ər kimi. Aramızdan zaman axır sel kimi, ay illərin otayında qalan qız. Ay elşəndən nəzərini əyənim, ağ saçımdan bəyaz libas geyənim. Halallıq ver, bu tayda qız bəyənim, ay illərin otayında qalan qız. Ay gələ bala gələ. Abələ zirvədə itərmin ailələ dərdini içində. Qeyrət mürgüləməz mərdini içində, ailələ mərdini içində. Həsrəti kişnəyən, aman 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 yurdun içində. Bir elin ayrılıq yasımı, qaldın ailələ yasımı qaldı. Qeyrət mürgüləməz mərdin içində, zirvə də itərmi dərdin içində, həsrəti kişniyən yurdun içində bir elin ayrılıq yasımı qaldı. Abelen iskilmey kalbimden aylele sazağa dönüp. Yakınlar yadlanıp uzağa dönüp ayeller uzağa dönüp. Ay evimiz ey bir yetim uşağa dönüp. Ahıl kayalara kısılı kaldın aileler kısılı kaldın ayeller kısılı kaldı.
Niskilim qəlbimdə sazağa dönüb. Yaxınlar yadlanıb uzağa dönüb. Evimiz bir yetim uşağa dönüb, ahıl qayalara qısılı qaldı. Abelağa yelşen üstümden sendi. Üstüne çen çeydi. Bala bülbül 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 bülbül. Üşendi. Kutuku aylele koy kadaya. Abele hönkür var hamcan ay kardeş döşendi tutku. Güdreyf taşlardan asılı kaldı aileler asılı kaldı. Ele bulak bizim yerden ay balam, kar bizim yerden. Könlün ne istese var bizim yerden, ay yerde var bizim yerden. Ay Elşən, yadıma düşəndi tutqu. Üstünə çən çöktü, üşəndi tutqu. Hönkürüb arxamca döşəndi tutqu. Büdrəyib daşlardan asılı qaldı. Arxamca döşəndi tutqu, büdrəyib Elə o daşlardan tutqu asılı sözünü qaldı. başa düşmədim ki, Bildim, tutqu hə. nədir? Hə, tutqu bizim kəndin içi ilə axıb gedən çaydır. Kəlbəcərdə 2 çay var idi. 2 böyük çay vardı daha doğrusu. Başqa çaylar çox idi. Tərtər və Tutqu çayı, bir də Yanşaq çayı, o dərədən də bir çay axır. Yəni böyük çay, amma ən böyüyü Tərtər və Tutqu çayları idi. Tutqu bizim kəndin içi ilə axırdı. O şehirdə, o göstərildi. Çay döşəndi Tutqu, büdrəyib daşlardan asılı qaldı. Nə gözəl, nə gözəl. Elşən Əzmin Kəlbəcərlə bağlı, obalar, oymaqlarla bağlı çox böyük şeirləri var və yetərincə də söz bilicilərin diqqətini çəkən şeirlərdir. Qıfıl şeirinizdir, sazını götürüb qaçan uşaq şeiridir və çox maraqlı şeirləriniz var. Bilmirəm nələri çatdıra bilirik, ancaq verilişimiz də yavaş-yavaş yaxınlaşır. Bəli, eşidirəm, buyurun. Qayda bilmədik bu il dağlara. Ömürdən bir ildə keçdi vətənsiz. Ayrılıq cəlladı əlində qılınc doğradı qəlbimi pişdi vətənsiz. Ömürdən bir ildə keçdi vətənsiz. Gəldi xəyalıma yaralı diyar, ağrısın özü tək yaralı duyar. Neçə ahıl, cavan, bəxtsiz ixtiyar, dünyadan niskilli köçdü vətənsiz. Ömürdən bir ildə keçdi vətənsiz. Bizləri göynədir bu ah, bu nala, bitirə ömrünü bu ildə qala. Elşən 100 toy ola, 100 bayram ola, valla havaydı heçdi vətənsiz. Ömürdən bir ildə keçdi vətənsiz. Çox sağ oldum. Bu şeiri mən 18-19 yaşım var idi. Artıq Kəlbəcərin işğalının bir ili tamam olanda yazmışam. Onda bu şeiri yazanda 19 yaşım var idi. Nə gözəl. Ancaq mən istəyirəm bu ovqata köhləndik, onda məqam da elə sazını götürüb qaçan uşaq şeirini deyəsiniz. Yəni onun da təxminən tarixçəsini tamaşaçılar elə bilirəm ki, bilirlər. Ya qısaca da danışa bilərsiniz. Yəni o vertolyota sarı gedən adamların içində Kəlbəcərin o qaçqın axırıncı günü yəni efirdə göstərirlər vertolyotla ki, insanlar qaçır.
Orada o adamların içində bir sazı əlində gedən uşaq var. Və onu görəndə mən düşündüm ki, görəsən bugün Kəlbəcəri görürsünüz nə qədər cavanlar aşıqlıq eləyir ki, bizim bu cəmaatımız özünün o sazını, sözünü, müəyyən qədər o genofondu qoruyub saxlaya bilmişik. İndi inşallah itənlər də var, amma çalışırıq qoruyub saxlamağa. Bax, o qoruyub saxlamaq bəlkə o uşağın gətirdiyi o sazın hesabına aiddir. Bəli, kimlər nəyini götürüb qaçırdı, ancaq uşaq sazını götürüb qaçırdı. Yolları qoluna dolaya bilmir. Yolları qoluna dolaya bilmir. İzini götürüb qaçır bir uşaq. Canını götürüb qaçmır, ilahi özünü götürüb qaçır bir uşaq. Dözərmi bu yükəyin şirin çağı? Yoxdur mu sevimli bir oyuncağı? Sığışmır ovcuna şəmşir ocağı, közünü götürüb qaçır bir uşaq. Alıb öydünü hansı ustanın? Çəkir şərəsini şeirin, dastanın, Ənvərin, Bəhmənin, Məmməd Aslanın sözünü götürüb qaçır bir uşaq. Biri daş qaşını götürüb qaçır, biri üst başını götürüb qaçır, böyüklər başını götürüb qaçır, sazını götürüb qaçır bir uşaq. Sazını götürüb qaçır bir uşaq və bugün Kəlbəcər deyəndə yada düşən o sazdır və Kəlbəcəri özündə yaşadan o sazdır və Kəlbəcər adı olaraq yaşayan o sazdır. Kəlbəcər o sazda yaşayır. Sağ olsun o uşaq, bilmirəm kimdir. Bəlkə də məni görür ya görmür, o şeir oxuyub, o uşaq o sazı Kəlbəcər yadıma götürüb. düşəndə mən nəsə alovlanıram. Mən sizdən o yuxuda gördüyünüz yuxu ilə bağlı olan şeir almaq istəyirəm. Siz ona köhlənənə qədər o Kəlbəcərlə bağlı, Məhəbbət Kəlbəcərinin o bircə bəndini deyim ki, ürəyimdə özü boyda sönməz qəmimdir Kəlbəcər. Atam, anam, nənəm, babam, Allah kimimdir Kəlbəcər. Mənim nəyimdir Kəlbəcər, mənim kimimdir Kəlbəcər. Gözəl, çox sağ olsun. Mən həmişə Kəlbəcərdən danışanda çox duyğulanıram və sizi o yuxuda da, maraqlı da yuxularınız olur və adil fərmana tuş oldum, əcəl ağzında nuş oldum, qan ətrindən bihuş oldum, Valif gördüm ki, sağam. Sizin özünüz kimi yuxularınız da maraqlıdır və bir gün gördüyünüz ki, yuxuda sizi asırlar. Soyurlar. Bəli, soyurlar. Və bəlkə də çox adam indi desəm inanmayacaq, elə biləcək ki, elə bu Nəsimi taleyi ilə bağlı doğru bir şeirdir yazmışam və onu öz yuxum kimi çıxıram, amma doğrudan belə bir yuxu gördüm və səhər durdum, özümü Nəsiminin yerində hiss elədim və həmin yuxuda elə bil o Nəsiminin yaşadığını yaşadım. Amma indi bizim elə Söz Odası qəzetində mən Ziya Bünyadovun maraqlı bir məqaləsini tapdım ki, sən demə bizə bəlli olan faktlar o qədər də doğru deyilmiş, Nəsimini diri-diri soymayıblar, edam eləyib sonra soyublar. Amma mən o diri-diri soyulmanı o yuxuda gördüm. Bir edamın mürgüsündən ayılıb gördüm ki, sağam. Öz qanımı öz mürdəşirim, yuyulub gördüm ki, sağam. Adil fərmana tuş oldum, əcəl ağzında nuş oldum, qan ətrindən bihuş oldum, bayılıb gördüm ki, sağam. Fikrim əyan olmayanda, şərhim bəyan olmayanda, öldüm duyan olmayanda, duyulub gördüm ki, sağam. Təki duyanlar olsun. Nə gözəl, nə gözəl, eşq olsun. Aşıq Samirdən bir ifanı alaq və sizdən yenə növbəti şeirləri almağa imkan tapın. Buyurun Aşıq Samir, vaxtı itirməyək. Növbəti ifanız hansı havadır, nədən gəlir, kimdən gəlir? Çox sağ olun Çiçək xanım, bir daha söz təşəkkürümü bildirirəm. Buyurun. Bir neçə gün bundan qabaq sizin kitabınızı vərəqlədim. Həmin vaxt, baxan vaxtı bir şeyiniz çox xoşuma gəldi. Mən dəfələrlə demişəm ki, bu verilişdə iştirak edəndə demişəm ki, sizin sözünüzdən birini ifa edeyim, oxuyum. Siz neçənci dəfə deyirsiniz ki, məndən şeir oxumayın. Mən aşıqlara həmişə icazə vermirəm, məndən şeir oxumayın. Amma bugünkü gün o sizin kitabınızı vərəqlədim, bir şeir mənim xoşuma gəldi, bir iki gün bundan qabaq. Bir gün o şeiri bu verilişdə sizə hədiyyə üçün oxuyuram. Hə, çox sağ ol, çox sağ ol. O hədiyyənin qarşılığı olaraq mən də hər kəsdən səs istəyirəm.
Abelə der vəfalı dost sorma mənim halımı. Vəfalı dost sorma mənim halımı. Nə desən o tutub yanasıyam mən. Yanasıyam mən, yanasıyam mən, yanasıyam mən. Bir himəbənd kimi məqam gözləyib, ay Allah ölürəm. Çili yolum sınasıyam mən. Cəhri cəlalım başına dolanım, mən qadanalım yanında qalım. Vəfalı dost, sorma mənim halımı. Nə desən o tutub yanasıyam mən. Bir himə bənd kimi məqam gözləyib, çili olub sınasıyam mən. Qoy səndən yad olsun bu qəhr qazam. Mana ağır gəlir Tanrıdan cəzam. Hər barmaqda dinlənməyən bir sazam. Sərraf barmağında dinəsiyəm mən. Abelə bu közdə bu küldə gözümünküdür. Bu közdə bu küldə gözümünküdür. Bu yağışı bu seldə gözümünküdür. Gözümünküdür, gözümünküdür, gözümünküdür. Bu daşlaşan ürək gözümünküdür. Ay Allah ölürəm. Bu daşlaşan ürək gözümünküdür. Eşqimə baş daşı yonasıyam mən. Aleyli leyli olma gileylim, mənəm gileylim, oh qadanalım, yanında qalım. Bu közdə, bu küldə özümünküdür. Bu yağış, bu sel də gözümünküdür. Bu daşdaşan ürək dözümünküdür. Eşqimə baş daşı yonasıyam mən. Heç kəs çəkə bilməz mənim qəhrimi. Heç kəs duya bilməz mənim təhrimi. Elə yarıfdır ki, bəxtim zəhrimi uçunub şam kimi sönəsiyəm mən.
A belə durma yolum üstə başqa yox yolum Çiçəyəm nə gördüm necə şad olum Durma yolum üstə başqa yox yolum Çiçəyəm nə gördüm necə şad olum Bu qismət haqdandır ay qurban olum Bu qismət haqdandır ay qurban olum Kör kör gör gör belə qanasıyam Zəhri cəlalım başına dolanım Mən qadan alım yanında qalım Mehmanın olum mən qadan alım Getmə, 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 getmə gözümlə Ay Allah ölürəm Mən də getdim, getdim, getdim özümlə Leyli, leyli Olma ki leyli, mənəm ki leyli Dost qadan alım, mən qadan alım Yanında qalım Durma yolum üstə Başqa yox yolum Çiçəyəm nə gördüm, necə şad olum Bu qismət haqdan da ay qurban olum Kör kör gör gör qanasıyam mən Kör kör gör gör qanasıyam mən Çox sağ ol Samir, təşəkkür eləyirik. Samirin ifasında ən gözəl havalardan biridir və eyni zamanda Aşıqdurma mənim də çox sevdiyim havadır, Kərəm gözəlləməsi. Bir də Mixəyi havasını çox sevdim, ikisi də oxundu. Bu verilişdə ikisi də oxundu, hər birinizə təşəkkür eləyirəm. Və inandırım ki, bu veriliş təxminən 2 ildir gedir və bu 2 il ərzində o qədər şairlərlə, o qədər məsələn, mütaliə elədiyim, oxudum qonağımız olduğu şairlərdən o qədər oxuyuram, deyirəm, inanın ki, öz şeirlərim təmiz yadımdan çıxır və Samir oxuduqca Doğrudan çox gözəl şeir. Deyirəm, qoy görüm bu şeir Sizin kitabınızı da mən oxumuşam, məndə var. Sizin həm də gözəl poeziyanız var və poeziyanı o duyan adamın, sən də o ruhun, o incə dərəsi boyda böyük ilahi bir, mən ora məkan demirəm, mən ora məqam deyirəm. Elə bir gördüm oranı, oranın bir şair qızısınız, eşq olsun. Təşəkkür eləyirik və elə incə dərəsinin adını çəkdiniz, elə qoy yeri gəlmişkən bizim o şöləni bir daha da xatırladım ki, sevgili tamaşaçılar, bizim ötən il keçirdiyimiz İncə Günü, İncə Gülü Saz Söz şöləninin bu il 2-ci il mərasimi, 2-ci il Saz Söz şöləni keçiriləcək may ayının 18-də və bura dəvətnamə ilə deyil, hər kəs dəvətlidir. Könlü saz söz eşqindən döyünənlər oradan bir könül dadı, bir ruh dadı almaq üçün İncə Dərəsinə may ayının 18-də bu Elat bayramına gələ bilərlər. Hər kəs, bir daha deyirəm, dəvətlidir. Elşən əzim, bizim çox qısa zaman kəsimimiz qalır verilişimizin sonuna, ancaq biz sevgi ilə bağlı şeirlərə heç toxunmadıq və deyilənə görə böyük rəssam Rafaello öz sevdiyi qadını rəsmini çəkəndə belə ürəyincə çəkə bilmir və hətta hər sözündə min bir məna daşıyan Aşıq Ələsgər sevdiyi gözələ özünün istədiyi səviyyədə şeiri yaza bilmir və belə ki, eşq onda nə rəngə sığır, nə sözə sığır, nə qələmə sığır, eşqin bircə məkanı var, könül, bircə dilmancı var, o da gözlərdir. Elşən Əzim də bu eşqli məqamları, yəni o
Məcnun ahına qədər yüksələn bir ahı, fəryadı. Yəni bu sevgi eşq məqamlarının anlarını yaşayıb və bundan yan ötə bilməyib və Elşən Əzim belə bir şeir var. Deyir ki, vaxt sovuşa, söz kəsilə, gözəllərdən göz kəsilə. Elşən baxmaz özgəsinə, gözünün qurdunu öldürür. Elşən müəllimin gözünün qurdunu öldürdüyü məqamlar çoxmu olur? Bəli, şeir ədəbiyyatın, poeziyanın ən səmimi tərəfi ilə sevgi şeirləridir. Mən həmişə deyirəm ki, bəzən vətənpərvərlik şeirləri o zaman daha səmimi idi ki, vətən azad deyildi və o zaman vətənçilik şeirini yazmaq şair üçün böyük bir hünər istəyirdi filan. Onda o şeirlər, o pafoslu şeirlərə inanmaq olurdu. Amma indi vətən şükür Allah azad bir vətəndir, düzdür, o torpaqlarımız işğalı. Amma torpaqların işğalı da bu günləri çoxlarının əlində ilə şeir yazmaq bəhanəsinə çevrilib. Qarabağ mövzusu filan. Bunu gərək duyub yazasın. Amma sevgi şeiri ən səmimi insanın hissləri bir sevgi şeirində özünü göstərir, bir də təbiət şeirində. Hələ heç təbiət şeirində daha çox özünü göstərir səmimi hisslər. Niyə? Çünki daşa yazırsan, ağaca yazırsan, çiçəyə yazırsan. O sənin şeirini oxuyub deyəsi deyil ki, maniyə belə yazdın. Hətta sevgi şeirində də bəzən hansısa səmimiyyət olmur. Çünki düşünürsən ki, o oxuyub o şeiri yazdığın burasını xoşlamaya bilər filan. Amma bunlar məndən uzaqdır və ən səmimi şeirlər elə sevgi şeiridir. Yanına nə yolla gəlim, dəliyəm, nə halla gəlim, deyirsən ağıllan gəlim, məni bu şərtin öldürür. Gülüm ömür tamaşadır, xəyalınla baş-başadır. Ruhumu eşqin yaşadır, özümü dərdin öldürür. Vaxt sovuşa, söz kəsilə, gözəllərdən göz kəsilə. Elşən baxmır özgəsinə, gözünün qurdunu öldürür. Elşən Əzim nə vaxt Elşən Əzim olur? Məsələn, bax bu gözəllərə baxıb gözünün qurdunu öldürəndə mi Elşən Əzim əsl özüdür? Yoxsa bir ölüm dilədim, əriyəm şamdan, bir işıq istədim, düşəm axşamdan, dəli bir məhəbbət tutdu yaxamdan, vallahi öz xoşuma şair olmadım. Hətta bu dəli məhəbbət sizin yaxanızdan tutub şair eləyib. Hansı məqamda Elşən Əzim? Daha çox elə bu məqamda özüməm və o şeir belədir. Qaraldım daş kimi ocağın altda, bir ürək bastırdım varağın altda. Allah Allah. Qaraldı daş kimi ocağın altda. Bir söz pıçıldadım dodağın altda. Qaraldı daş kimi ocağın altda. Bir ürək bastırdım varağın altda. Döndüm baş daşına. Şair olmadım. Bir ürək istədim, bir işıq istədim düşən axşamdan. Bir ömür dilədim əriyən şamdan. Dəli bir məhəbbət tutdu yaxamdan, vallahi öz xoşuma. Şair olmadım. Baxdım bir gözəlin izinə baxdım. Baxdım bir gözəlin gözünə baxdım. Yoluna boylandım, izinə baxdım. Ruhum nə dedisə, sözünə baxdım. Vallahi öz xoşuma şair olmadım. Vallahi öz başına şair olmadım. Bizim verilişimizin artıq mənə bildirdilər ki, yaxınlaşmaq üzrəyik sonra son. Yəni hələ ki vaxtımız var, dumandan bir ifanı alacaq, sonunda dumandan bir ifa alaq və sonluq olaraq Elşən Əzimin və eyni zamanda Aşıq Dumanın ürək sözünü alaq və yəni demək istədiyiniz şeir varsa o şeiri alaq və bir ifaya da biz yer saxlaya biləcəyik. Çox sağ olun, dəvətinizə görə çox sağ olun. Artıq mən ikinci dəfədir Xoş Ovqat verilişində qonaq oluram. Xoş Ovqat verilişi doğrudan adına görə elə xoş ovqat yaradan bir verilişdir. Azərbaycanın böyük bir ərazisində baxılan, tamaşa olunan çox gözəl bir verilişdir. Mən bu verilişdə olmağımdan şadam, məmnunam. Çox sağ olun dəvətinizə görə. Televiziyanıza minnətdarlığımı bildirirəm. Televiziyanın bütün rəhbərliyinə, görəvlilərinə, bu əziyyəti çəkənlərin hər birinə və özəlliklə də sizə ki, ikinci dəfə məni bu verilişə dəvət etdiniz
və mən də çalışdım ki, bu etimadı doğruldum. Təşəkkür edirik, çox sağ olun. Sağ olun. Və bilirəm ki, bir şeir hazırlamısınız, o şeiri alaq sizdən. Belə ki, Elşən müəllim, mən ən çox sevdiyim aşıqları, sevdiyim şairləri təkrarən dəvət eləyirəm. Yəni, ən azından hər kəs, mən bilirəm ki, mən əgər o könüldən, o şeirdən, o poeziyadan, o sazdan nur alıb, işıq ala bilirəmsə, deməli, mən bilirəm ki, mənim zövqüm çoxların dediyinə görə pis deyil və bilirəm ki, tamaşaçılar da alır o zövqü. Buyurun. Zirvə arxayın da əzəmətinə, bürünüb dumana ətək gizlənir. Bəs niyə gözəllik utancaq olur, yarpağın altında çiçək gizlənir? Allah Allah. Ay dəli ürəyim, dünyada birsən, ağlıma gədasan, hissimə pirsən, özün varsan deyə elə bilirsən, hamının köksündə ürək gizlənir. Tapmadım cavabını Elşən həyatda, büdürəyər, büdürəməz ruhun siratda, gözümün gördüyü yalanın altda, ağlımın kəsdiyi gerçək gizlənir. Bugün gerçək bir ömür yaşadıq, gerçək bir gün yaşadıq. Var olun. Nə gözəl, var olun. Elə sizin, bax bu şeirləriniz bizi ruhlandırdı ki, biz təkrarən belə gözəl aşklarımızla sizlə görüşə bildik. Təşəkkür edirik. Sizlərə təşəkkür edirik. Gəlişinizə görə çox sağ olun. Eyni zamanda saç düzümüm üçün bütün verilişlərdə mənim əziyyətimi çəkən Könül salonunun xanımı, Könül xanıma təşəkkür edirəm və geyimim üçün elə sizlərin yeriniz olan Rəhman müəllimə təşəkkür edirəm. Rəhman müəllimin mağazası Yeni Gəncə Daş Ticarət Mərkəzində, yol kənarında 7 sayılı mağazada və oranın işçisi Anar bəyə də öz təşəkkürümü bildirirəm. Sonunda Elşən Əzimin bir şeiri ilə sizlərlə sağollaşaq istəklilərimiz. Bir dərya üzündən keçdim, batdığım günaha qədər, tamahın içindən keçdim, diş altdan iştaha qədər. Demirəm hayıma hay ver, ya da qurulu saray ver, ay Allah, eşqimə boy ver, məcnun çəkən aha qədər. Bir olanı bir istərəm, pir olanı pir istərəm, Elşənə ömür istərəm, ölümdən Allaha qədər, ölümdən Allaha qədər. Pir olanı pir istədik, bir olanı bir istəyib, elə Elşən Əzim qarşıq hər birinizə ömür istəyindən Allah amanında. Ay yenə səni gördüm Dilcayan dərəsi, yenə səni ey gördüm Dilcayan dərəsi, yadıma çayıq köhnə zamayanlar gəlir, yadıma çayıq köhnə zamayanlar gəlir. Ömür dediklər bir kayarvan yolu, ömür dediklər bir kayarvan yolu, nə canlar gedərək, nə canlar gəlir, nə canlar gedərək, nə canlar gəlir, dəyərdin alım oy, dəyərdin alım oy, dəyərdin alım oy, təyər ramdalam. Belə daşlar yarı, lan da güneşe telindən, daşlar yarı, lan da güneşe telindən, əmərsən dayıqlarını qarlı selindən.